Biz dedik ki heç vaxt gec deyil, hərənin bir vaxtı var. Bəli. Əslində bizdə bilirik, yəni düşüncə çoxdur ki, birdən gecikərəm, birdən çatdırmaram, birdən həyatım yetməz. Amma siz deyirsiniz ki, heç zaman gec deyil, vaxtında olacaq. Bunun özünə gəlmək, yəni möhtəşəm bir şeydir həqiqətən ki, yəni sən başa düşürsən ki, sən əgər bugün bunu yaşayacaqsansa, deməli bugün yaşamalıydın. Keçmişə görə heç bir şeydə heyfslənməməlisən. İnsan fiziki olaraq bir dəfə doğulur, ancaq həyatı boyunca yoğrula, o qədər dəfələr o sancılardan keçə-keçə tam olmalı olduğu versiyaya gələnə qədər, kamillik versiyasına gələnə qədər o qədər sancılardan keçir. Bəli, bu da insanın həyatın içində doğulma, yaranma, ən gözəl versiyaya çatma sancılarıdır. Belə də olmalıdır. Belə də olmalıdır. Burada bir məqam var. Buna da hazır olduğumuzda həyat bizə onu yaşadır. Əgər bir insan özü olmaqdan qorxursa, məsələn, insan vardır ki, mən istəyirəm çoxlu pul qazanım, mən istəyirəm uğurlu olum, tanınmış mütəxəssis olum. Baxırsan ki, savadı var. Ancaq göstərə bilmir özünü. Hətta cəmiyyət içinə çıxır, gözəl nitqlər söyləyir, müəyyən konkret addımlar atır, ancaq yenə tanınmır, uğur əldə etmir. Burada artıq şuur altı məsələlər yatır ki, sən doğrudan da görünür olmaq istəyirsənmi? Yoxsa nədənsə qorxursan? Yəni əslində çıxış elədiyi, göstərdiyi olduğu deyil. Bəli, ancaq özü fərqində deyil. O siz bayaq gözəl qeyd elədiniz, xanımlar çox necə deyirlər, biraz bu minnətvari səslənir. Günümü göyəski elədim, sənə görə saçımı süpürgə elədim. Orada bir suallar var ki, birincisi, niyə əgər qədrin bilinmədiyini düşündüyün yerdə qalırsan? Hələ ən böyük sual budur. Niyə qalırsan? Yəni bu qədərmi özünü dəyərsiz hesab edirsən? Yox, əgər əksidirsə, o zaman niyə manipulyasiya edirsən qarşı tərəfi? Çünki qarşı tərəfdə yenə də deyirəm, nə qədər yüklənsək də bəylərə, biz unutmamalıyıq ki, hər şeyin həyatda bir həddi var. Biz o həddi keçəndə bir yerdən sonra ən çox sevən, dəyər verən insan da artıq onu eləmək istəmir. Niyə? Çünki insan beyni yaradılışdan belə yaranıb ki, buna ödül odaqlı deyək. Yəni mükafata fokuslanmış. Biz bəli, ona görə insan görülmək istəyir. Ona görə insan bu qədər dəyərləndirilmək çabasındadır. Bizim elədiyimiz hər bir addım, bugün sizinlə elədiyimiz söhbətin belə məqsədlərinin başında odur ki, biz görülmək, eşidilmək, dəyərləndirilmək istəyirik. Doğru. Buna da hazır olanda həyat bizə onu doğrudan da verir. Niyyət bir də. Niyyət. Hə, niyyət. Bəli. İstəyirik, amma burada bir art niyyət yoxdur da, yəni. Əlbəttə. Burada bir təmiz niyyət var. Doğru. Xanımın həyatında bəy var, bir-birlərini sevirlər. Ancaq çox toksik münasibətləri var. Xanım qaçır, haçan baxırsınız, xanım qaçır, bəy də onun dalıca. Bir yerdən sonra bəy dayanır, başa düşür ki, xanım nə zənglərə cavab verir, hətta hər yerdən bloklayır. Bəy bütün ikinci dərəcəli üsullardan istifadə edir, hətta gəlib o qapının ağzında dayanmağa qədər səhərəcən ki, xanımı təzədən özünə qaytarsın. Xanım qayıdır, ancaq yenə heç nə dəyişmir münasibətdə. Bu döngü olan toksik münasibətlərdən bəli danışsaq. Və xanım gələndə, biz söhbət eləyəndə deyir ki, Nərmin xanım, mən anlayıram ki, bu toksik münasibətdir. Ən azından mən özümü buna layiq bilmirəm. Deyirəm ki, gözəl xanım, əgər layiq bilmirsinizsə, siz nəyə görə bu münasibətin içindəsiz? Sizi bu münasibətdən geri addım atmağa mane olan, saxlayan nədir? Deyir, inarsız özüm də bilmirəm. Ancaq belə fikirləşirəm ki, bu nəsə karmik münasibətdir. Dedim, siz karmik münasibət deyəndə nəyə nəzərdə tutursunuz? Deyir ki, ona görə ki, mənim atam da belə eləyirdi anama. Və mən çox analiz edib başa düşmüşəm ki, sanki mənim həyatımda atama bənzər bəylər gəlir həyatıma. Bir neçə dəfə mən o bəyləri uzaqlaşdırmışam, ancaq necədirsə mən bu bəydən uzaqlaşa bilmirəm. Ancaq başa düşürəm ki, bu zəhərli münasibətdir və mənim həyatdakı tələblərimə cavab vermir. Heç cür uzaqlaşa bilmirəm, bu döngüdən çıxa bilmirəm, mənə kömək eləyin. Çox maraqlıdır. Bəli. Xanım neynədir? Müəyyən bir neçə sessiyalardan, söhbətlərdən sonra əlbəttə xanım özü ilə işlədi. Biz onun ata ilə olan münasibətlərindən, ailə münasibətlərindən, bəli, özünlə işləyəndə insan o öyrəşdiyimiz ssenarilər var da həyatımızda. Hazır.
O şablon. şablonlarımız var. Biz onları bəyənməsək belə, nə qədər ki o şablonlarla işləməmişik, o şablonlar orada qalıb, o sxemlərə uyğun insanlar və hadisələri gətiririk. Niyə? Deyir, soruşun niyə? Niyə? Ona görə ki, biz onu həll eləməliyik. Bunu bir dairə kimi təsəvvür eləyin. Bir dairə tamamlanmaq istəyir, ancaq heç cür tamamlanmır. Gəlir tamamlanmağa çatanda yenə eyni yerə qayıdır. Yenə eyni yerə qayıdır. Bəli. Artıq dairə nə zaman tamamlanır? Biz fərqinə varanda ki, bu bizə xidmət etmir. Siz danışırsınız, rəfiqəm düşür yadıma. Aha. Bəli, çoxdur. İnanın ki, bunun bənzərləri o qədər çoxdur ki. Özəlliklə sevgi münasibətlərində bu çox olur. Xanım deyir ki, və xanım başa düşdü. Beynində bir lampa yandı, işıq yandı. Xanım anlayır ki, mən təkrarlayıram. Mən dönə-dönə atamı gətirirəm həyatıma. Bəli. Və yenə də özü ilə tamamlamağa qayıdırıq ki, xanım özü ilə tamamlanma yolunu keçəndən sonra bu 1-2 günlük məsələ deyil. Bəli, burada da sən səbirli olmalısan, burada da özündən işləməlisən və terapiya dövrü bilinənin əksinə hər zaman ürək açıcı məqamlarla dolu olmur. Sən orada üzləşmələr eləyirsən, mənfi tərəflərini görürsən, bəlkə manipulatorsan, elə bilirsən ki, o bayaq xanım nümunə gətirdinizdə, saçımı süpürgə eləyirəm. Huri mələksən. Bəli, huri mələk, hamı heç özünə. Heç də deyilsən. Bəli, heç kəs öz ayranına turş demir. Hamımız elə bilirik ki, biz idealıq. Ancaq məsələ açılanda, qabaranda, danışanda burada qəbahət, eyib bir şey yoxdur. Müzakirə olunanda yetər ki, insan bunu qəbul etməyə hazır olsun. Biz səhvlərimizi, o inkişafa belə deyək də, meyilli tərəflərimizi görəndə, qəbul eləyəndə onlarla işləmək də asan olur. Onları düzəldib yeni həyata addım atırıq. Dolayısıyla biz yenilənəndə həyatımıza gələn insanlar və ssenarilər də yenilənmiş olur. Niyə? Çünki biz əvvəlki biz deyilik. Biz hamımız yaxşıyıqsa, gəl baxaq görək pis kimdir? Bəli, böyük sualdır, həqiqətən. Nərmin xanım, bizə oradan Hüseyn neçə dəqiqə göstərdi? 2 dəqiqə göstərir. Vaxt çox tez keçdi. Vaxt həqiqətən çox tez keçdi. Biz sizdən verilişdən öncə də danışırıq. Biz sizdən verilişdən sonra da danışırıq. Bəli. Biz sizdən telefonda da danışırıq. Böyük məmnuniyyətlə. İnandırım sizi ki, həqiqətən mən doymuram sizin söhbətlərdən və mən ümumiyyətlə bunun söhbət olduğunu, bu söhbət deyil, bu su kimi gedir sanki. Bəli.